Aramıyam. Bugün English Biol'un at the airport dersini keçəcəyik. Yəni ki, 5-ci dərsdəyik. Birinci yeni olduğumuz studentdən başlayacaq, sonra başqa keçəcəyik. Gəlin baxaq, at the airport. Aeroportda əsasən nədən danışırlar? Şəkildə də göstərir. Baxaq birinci suallara görə aeroportda nə sual verirlər. Where are Mark and Alia from? Yəni Mark və Alia haradan gəlirsiniz? What company do you work for? Deyir onlar iş üçün müəyyəs edirlər. Company müəssisə deməkdir. Where did they meet? Onlar harada görüşürlər? Gördüyünüz kimi aeroportda. Where did they do? Onlar nə edirlər? Did they get on well? Onlar nə edirlər? Görüşürlər. What's Mark doing? No. Deyir Mark nə edir indi? Şəklə əsasən baxın, onlar aeroportda görüşürlər. In the airport. For work iş üçün görüşürlər. Sonra nə olur? Qadının üstünə kofe dağılır, səhv etmirəmsə. O deyək ki, dress got dirty. İndi baxaq bunların burada nə deyir? Covers the dialogue and listen. Deməli, dialoqa baxırıq. How long is Ali going to stay in the United States? Deyir o necə gedir United States'ə? Gəlin birlikdə baxaq. Your hair, sənin saçın. Say, sən de. Good evening, ma'am. Are you arriving from? Varsa V qoyacağıq. Çünki haradan olur? From V ilə işlənir. Sonra deyir bu səyahət üçün purpose, sənin məqsədini soruşur. Nədir yəni? Ona görə də what's the purpose of your visit? Deyir good evening from London. Məqsədim business. I am here. Business qurmaqdır burada özünə. Sonra long varsa, zaman soruşursa, how qoyuruq həmişə. Müddət soruşursa, how long olur. How long are you staying? Deyirsən nə qədər qalacaqsan? In the United States'də. Deyir a week. Bir həftə. Sonra qalmaq soruşursa, where are you staying? Harda qalacaqsan? Deyirsə San Francisco, at the Pacific Via Hotel. Do you know anybody here? Deyirsən tanıyırsan kimsə burada? Yes, Mark Ryder. Right, Mark Ryder'ı tanıyır. Sonra sual verir ki, is he family or a friend? O sənin ailəndə yoxsa dostun? He is college and a friend. Bir kollecdən dostumdur. Sonra bilirsiniz ki, sual veriləndə has köməkçi sualları do-dazdır. Do you have his phone number? Deyirsən onun nömrəsini bilirsən? Yes, his mobile is. Nömrəsini qeyd edib. Is this your first visit to the first visit, birinci səyahətindir. Yes, it is. Qısa cavab. Enjoy your stay in San Francisco. Mən zövq alıram burada qalmaqdan, San Francisco qalmaqdan. Thank you, təşəkkürlər. Bu qədər. İndi baxırıq bura. Social English, arrives, listen and answer questions. Suallara cavab verir. How long was Alice flight? Deməli, why? Bizdə indi həmin səs yoxdur, amma səsdə 11 saat deyirdi. Saat da horse. 11 horse. Why couldn't she sleep? O nə üçün deyir yatanmamışdı. Sonra what time is it? Saat neçədir? Burada biz mətnə qulaq asmalıyıq cavab yazmaq üçün. Mən sizə danışdığım üçün hal-hazırda mətni qoşa bilmirəm. In San Francisco, adı soruşurdu. San Francisco idi, səhv etmirəmsə. Where is Mark going to take her? Deyir Mark gedirdi onunla. Where is Mark's car? Mark maşını harda saxlayırdı? Parkingdə. Bu belə B-də sözləri useful phrases. Sonrası sözləri yenə təkrarlamaq. Phrases. Deməli deyir ki, you look great. Deməli deyir ki, you look great. Deyirsən, gözəl görünürsən. How was the flight? Elə bil ki, başlıqlar verilir, baş hərflər biz qalanı doldurmalıyıq. Was the flight? Flight, yəni uçuşdu deyir, o necə uçur? You must be real. Z ilə başlayan söz dry təbii ki, yorğun deyir, o necə. Deyirsən, necə yorğun olursan. I am so pleased you come. Deyir ki, please. Xahiş edirəm, gəl. It's great. Bu gözəldir to see you again. Səni yenidən görmək gözəldir. İndi baxırıq bu səhifəyə. Deməli, email. Burada mail yazmaq qaydasını öyrənir. The computer has constant mistakes. Computer deyir ki, səhv tapılmalı. Zira grammar, function of spelling, can you correct them? Həm qayda var, həm hecalama var. Gəlin baxaq. From kimdəndir? Email yazmaq öyrənirik ingiliscə. Gəlin baxaq. Birinci nə olur emaillərdə? Telefonda da zaten ingilis dilində olanlar bilər. Birinci kimdən? Həmin şəxsin adı, emaili. Kimə? Həmin şəxsin adı, emaili, subject və mövzu. Məsələn, iş üçün müraciət edəndə göndərəcəyiniz adamın mailini, sonra sizin mailiniz, sonra da məsələn yazır iş üçün müraciət etmək, məsələn, bir sürücülük üçün müraciət edir, yazır sürücülük vakasiyası, driver vacation və yaxud teacher vacation. Kim üçün müraciət edirsə, başlıqda qısa olaraq onu qeyd edir. İndi baxaq nə yazıb maildə. Səhvləri düzəldir. Hi Daniel, salam Daniel. My name is Alessandra. Mənim adım Alessandradır. It's an Italian name. Bu İtalyan adıdır. Because my grandmother was from Italy. Çünki mənim nənəm İtalyadandır. But I am Argentina and I five in Mendoza. A big city in the rest of the country. Deyir, mən Argentinadanam və mən yaşayıram Mendoza'da. Bu böyük şəhərdir. I live with my parents. Mən yaşayıram mənim ailəmlə and my two brothers. Bir qardaşım var. I have 19 years old. Mənim 19 yaşım var and I am at university oxuyuram. I am study olmalıdır burada. Altına xətt çəkilmiş sözlərdə səhvlər son üzədir. Burada studying olmalıdır. Computer science. Mən oxuyuram computer science. I am in my first year and I really like it. Deyir, mənim birinci ilimdir. Mən xoşlayıram. Foto.
I am going to tell you about myself. As you can see from the photo. Ay, şurada fotodan gidin, ona göre foto dedim. Burada foto koymadım. Bu foto İngilizce foto yazılımı yaxın. Bu foto yazılır. Deməli, I have long hair. Mənim uzun saçım var. It's straight hair. And greens yox, green olur. Eyes. Yəni yaşıl gözlər. I wear glasses. But I want to get contact lenses soon. I think I am positive. Mən fikirləşirəm ki, mən pozitiv insanım. I am quite extrovert and friendly. Çox danışan və dostcanlıyam. Free iyi də olmalıydı burada. Ondan sonra iyi görsüz səhv yazıblar. Onu düzəltdik burada. My mother says mənə deyir ki, I am very talkative. Mən çox danışıram. I think she mean. Mən fikirləşirəm. All that I talk too much means olmalıdır. Çünki üçüncü şəxs sədaq. Ona görə feel text olmalıydı. In my free time I love reading. Mən boş vaxtlarımda oxumağı sevirəm. And going to the cinema. Sinemaya gedirəm. But I don't have much free time because amma mənim boş vaxtım olmur. I have classes every day. Mən hər gün məktəbə gedirəm. A lot of work. Çoxlu işim olur. Hətta son weekends. I also go to mən həmçinin to English classes on Friday. Həftənin günləri ingilis dilində hər zaman böyük hərflə yazılır. Friday afternoon. Please write soon and tell me about you and your life. Please mənə tezliklə cavab ver. Best wish xoş arzularla Alessandra. İndi baxaq. Suallarına. Biz email from secretary email yenidən oxuyuruq. Then cover it and answer questions from memory. Suallara cavab ver. Deyir ki, where is Alessandra from? Alessandra hardan idi? I am Argentinadan idi. Baxın. Where does she live? O harada yaşayırdı? I live in Mendoza. Baxın. Deyir ki, mən Mendoza'da yaşayıram. Mendoza'da yaşayır. Sonra where bunu oxumadım. Why does she have an Italian name? Nəşin onun adı İtalyan adıdır? Çünki demişdi Instagramda. Because my grandmother was from Italy. Annəsi İtalyan olduğu üçün adı İtalyan adıdır. But who does she live with? O kimdə yaşayırdı? Oxumuşduq burada o. I live with my parents and my two brothers. Ailəsi və iki qardaşıyla. What does she do? O nə edirdi? O oxuyurdu. I am studying computer science. What color are her eyes? Green eyes. Düzəldi oxuduq yadınızda. Is she shy? Deyir, o utancaq idi. Xeyr, əksinə o talkative, friendly, extrovert. Yəni dostcanlı, çox danışan idi. What are her favorite free time activities? Xoş vaxtlarında nə edirdi? Oxuduq biz. Free time I love reading and going to the cinema. Sonra when does she go to English classes or nə vaxt məktəbə gedir? Əlbəttə ki, hər gün, every day. İndi baxaq bura, deyir ki, indi özün email yarat. Burada, yəni bu mövzularda məsələn ad, milliyyət, yaş, ailə, iş, oxumaq, physical appearance, personality, hobbies, interest, yəni xarici görünüş, sonra hobbilərin, maraqlı olan şeylər haqqında yaza bilərsən. Do you know this email works? Open, açmaq. Close, bağlamaq. Məsələn, deyirlər open the door, close the door, qapını açıq, qapını bağlamaq. Save saxlamaq, delete silmək, replay təkrar etmək, set göndərmək, print çap etmək. Bu sözlərdən bir istifadə edə bilərsiniz. Quracağınız emaildə. İstəsəz email qurub mənə ata bilərsiniz. Birlikdə yoxlayaq. Bunu nümunəyə götürüb yaza bilərsiniz. İndi burada baxın, bu dərsdən sonra qısa bir test verilir. Bu testi birlikdə işləyək, ondan sonra yeni dərs verəcək. Gəlin birlikdə işləyək, keçilərimizi təkrar olaraq görək necə bir şeyləri öyrənə bilmişik. What? Bu çox asan sualdır. Name, adı soruşur. What's your name? Buna tanıyır. Sonra burada what variantlara baxanda görək, what do you do? Nə edirsən? Əlbəttə ki, B. Burada da from varsa hardan olduğunu soruşur. Where are you from deyirik normalda. Belə də soruşa bilərik. Where are you parents from? Yəni sənin valideynlərin haradan? İndi baxaq 3-ə. Boşluq David Smith. Burada does üçüncü şəxs olduğu üçün does olur. 4-də Liz də üçüncü şəxs olduğu üçün burada biz teach seçəcəyik. Yəni səni düzgün yazımız orada. Primeiro school. 4-də 5-ə baxaq. Sonia boşluq, job. Burada Sonia. Burada hansı olacaq sizcə? Üçüncü şəxsdə olduğu üçün doesn't have olacaq. Doesn't have. Çünki inkarda həfəsin inkarında köməkçi feillərlə düzəlir. İndi 6-ya baxırıq. Boşluq. Picture in your bedroom. Bir şəkil sənin otağındadır. Onu soruşur da başqa bir şey soruşa bilməz ki, şəkildə təkdə olduğu üçün, sual olduğu üçün normalda Z is olanda is qabağa keçir. Sual cümlədə is olur. A. 7-yə baxırıq. The girl is a patient. Deməli qız deyir, çəkir. Blue dress-i çəkə bilər əynində. Hal-hazırda çəkdiyi üçün indi davam etsə olacaq. Yəni say is wearing. İndi baxırıq 8-ə. You don't need. Deyir, sənin ehtiyacın yoxdur an umbrella. Yəni çəksə ehtiyacı yoxdur. Deməli nədir? Yağış yağır yoxsa yağmur? Əlbəttə ki, yağmur. It isn't raining. A variantı. 9-a baxırıq. She is a woman. Deyir, qadın, boşluq works. Deyir, qadın. Əgər canlıdan söhbət gedirsə, əlbəttə ki, qadın canlıdır, who qoyacağıq. Çünki what əşyalarda işlənir. Whichdən sonra mütləq isim gəlməlidir. Həm canlıda, həm cansızda işlənə bilir. Ona görə də who'dur. Belə oldu. İndi baxırıq ona deyir, I need a workbook. Mənim ehtiyacım var iş dəftərinə, boşluq. Görürsüz workbook cansızdır. Ona görə which qoyuruq. Hansı ki, was all answer. Bütün suallar var orada. İndi baxırıq bura. Deyir ki, classroom language, complete sentences which one word. Sit down işlənir həmişə. Çünki sit down otur deməkdir. Məsələn, müəllimə gəlir, şagirdlər deyir, sit down, əyləşin. Sit down please. Tərsinə dedim, sit down please. Sonra baxırıq bir də bizlə qoymalıyıq. Do you say job in English? Bu sözü deməyimizi soruşursa, nə? Söhbət bu sözdən getdiyi üçün bu sözdə nə sanatı verir? What do you say? Sən deyə bilərsənmi? Nə deyə bilərsən? What does abroad mean? Olacaq. Sən deyə bilərsən xaricdə sözünün mənasını mean.
Min məna deməkdir. Go-dan sonra bilirik ki, to gələcək. Bax, go to page səhifəni deyir. See you soon. See you soon da tezliklə görüşərik deməkdir. Sonra have a good weekend. Bu da söz birləşməsə həmişə belə birlikdə işlənir. Yəni hərfdən başqa bir şey görənlər sonra gözəl həftə sonu arzulayır deyə baxaq. Burada da anaların words that is different. Burada sözlərin səslənişindən söhbət gedir. Yəni uncle, shy, mean, arms, small. Nəki fərqli səslənən sözlər tapılır. Burada baxın minlə arms oldu. Bir yerde görürsünüz grandfather, tall, unfriendly, fair. Görürsünüz fair fərqli səslənir. Sonra nice, lazy, eyes, heat, dark ayna səslənir. Sonra husband, slim, generous, fingers, nose. Tərcümələrini deyim istəyirsə uncle, dayı, uşaq utancaq, minmənə, arms, call, not, ağız, grandpa, baba, tall, hündür, unfriendly. Friendly dostu, unfriendly isə tam əksi. Dost olmayan. Eğer kulaq, veya məni, stark, bacı qızı, dark qaran, tünd, dark qaranlıq, lazy, tembel, eyes, göz, hit, boş. Bunlar heç rəqəmlər bilirsiniz. Husband, yoldaş, slim, generous, bunlar demişdik bayaq. İndi səyə baxaq. Deyir, it's the place where, yox deyir, bu yerdə ki, sən orada yatırsan. Beddə çarpayda yatırsan. Deyir, it's the opposite of lazy. Lazy tənbəldir. Deyir, lazy'nin opposite, yəni əksini deyir. O da hard work edir, çalışkan. Deyir, it's the place o yerdə ki, where you can buy stuff. Sən oradan nəsə alırsan, orada olacaq. Shop. It's a person, şəxsdir ki, who plays oynayır, ya da doğrusu ifa edir. Musical instrument, əlbəttə ki, singer. It's a verb, do you eat when you are his, deyir ki, bu ki sən susuz yanında içirsən, orta yəni drink, xeyli olduğu üçün drink seçilir. Deyir ki, it's a kind of food, bir ərzaq növüdür. For example, makaroni. Makaron, məsələn, spagetti deyə bilərik. Ərzaq növüdür. Bura baxırıq, sözləri səslənməşdir. Bunları səsləndirdik. Sonra burada baxırıq yəni adres universitet, extra çoxlanışan, initiative, smaç, mədə qaldı demədik. Example, for example, məsələn, burada deyir ki, you understand this text. Sən başa düşürsən bu teksti. Baxaq nədir? Read article and material. Biz paragraf mən seçəcəyik bunu. Space Invader. Görək nə yazılıb. Space Invaders video oyunu deməkdir. Video oyunu var, elə bir anlayış o deməkdir. Sonra small children deyir ki, balaca uşaqlar. Conservation makers. Conservation nədir? Yox, danışırlar. Yəni onu yaratmaq, conservation etmək. Neighbors flares uçuş zamanı. İndi görək, bu mətndə yazılanlardan hansı bura uyğundur? Mətni bəzən oxuması da olar. Məsələn, içindən bir söz də tapmaq olar. Burada yazır ki, not next to me. Next to yanında deməkdir. Deyir ki, yanında değil. When you are traveling by plane, təyyarə or train, qatar. There are some passengers, sərnişinlər. You just don't want to have next to you. Görək nədən söhbət gedir. Dropping, görürsünüz burada şöyle sözlər var. Dropping, yağmaq, damcı, yağış demək. Drop. Yəni salmaq mənasında, düşmək mənasında. Məsələn, yağış yağır, damcılayır ona görə. Burada baxaq, görək. Burada baxaq birinciyə. Baxın, burada deyir ki, şəkildə də baxın, uşaqlar sanki buradakılar. Bir görək nə deyir? Purpose you normally likes them, but when you sit next to them on planes istifadelik. Benim fərqlər var idi. They are usually spending on xərclərlə for moving iron and dropping their toys or the food. Oyuncaqlardan söhbət gedirsə, deməli oyuncaqlar da mövzu. Burada təbii ki, uşaqlar oynayır. Ona görə bu buradakı hansı olacaq? Small children targetdir. İndi baxırıq B-yə. B-də recognize qəbul etmə deməkdir. Qeyd edilir ki, use verb as soon as tezliklə deyir. Just start talking, just danışmağa, about playing. Bitkilərdən, zəvəzə, havadan, they ask for just personal questions, just suallar. It's very difficult. Bu çətindir. Not to talk danışmaz these people insanlara. You are probably have to continue devam et talking and to play land. Land ərazi deməkdir. Yəni bitkilərin arasında danışmağa qədər devam et. Burada nə olacaq? Burada onlar yəqin ki, çatana qədər yolda bu haqda danışırlarsa, burada olmalı uşaq zamanı nervous fires məncə. Gəlin baxaq uşağı oxuyaq. Dəqiq seçək. Axırda gələ bilər. Pretend to isə muşmuş kimi etmək. Məsələn, içirmiş kimi, yatırmış kimi etmək. Gəlin baxaq burada nə olacaq. Yox, məncə B. Bunlar B-də axı bitkilərdən olmasa da conservation yaradırlar. Ona görə conservation verk olacaq. B. C-də isə muşmuş kimi edirsə, bunlar yoldadırlarsa, uçuş zamanı olan C olacaq. D-də qalır video oyununa, otaqda baxım oyundan danışırlar, otaqdalar və oyunda da oxuyurlar. Bu belə tamamlanır. Heç görürsünüz, bəzi oxumağa ehtiyac qalmır. Məntiqlə tapmağa çalışın, tapmasa sonra oxumaq, ya hər şey yolu yoxlayıb tapmaq olar. Burada baxırıq, you understand these people. İnsan başa düşən insanları, 5 short, 5 qısa conservation yazmalıyıq. Baxaq burada deyir, her party is on, onun partisi. Düz yazılan nə vaxt idi? Biz əslində burada səsə qulaq bizdə yoxdur. Mən sadəcə qeyd edirəm. Amma bütün cavablar uyğun gəlirsə, yoxdur qrammatiklərdən. Sadəcə eşitdiyinizi yazmalıyıq. Mən də indi qoşa bilmirəm, amma burada qeyd etmişəm. Məsələn, how old is his mother? Onun anasının yaşını soruşur. Mr. Jarvis has a problem. Onun problemi is right sağ ayağındaydı. John doesn't like hoşlanmır çəkməyi. Nə çəkmir woman qadın? Because wants to buy it. Because almaq istəyir. Digital kamera almaq istəyirdi. Burada da glass yerinə qoymalıyıq əslində. Is açındır hansı universitetdə Martin. Doesn't live with Jane Serena yaşamır. Sonra burada da bildən bir first classes açıq taxılır. Sonra Alice doesn't deyir idman xoşlamır. Grade isn't very hard çalışkan deyil. Şimdi baxırıq bura. Can you say English? Can you give personal information about yourself? Məlumat ver. Sənin haqqında, şəxsiyyətin haqqında, talk about person, ailən haqqında, describe edir şəkildə təsvir et. Give definition for this word sözlərlə. Məsələn, journalist, hospital, xəstəxana, great big, airplane, təyyarə çalışan və ya kitab. Sonra complex questions which is are do or does. Burada hansılar işlənəcək? Am is are-la do-dazı qarışdırmamalıyıq. Baxaq. What kind of books do you read? Sən kitabın hansı növlərini oxuyursan? Z-yə varsa əlbəttə ki, iz olur. Harada Z-yə görsəz bilin ki, Zerar ya iz olacaq ya ar. O da baxırıq ki, təklərdə iz olur. What do you friends usually do your activities? Nə edəcək hərfdə sonuna? Tuzaz etmək bildirir daha çox. Amma əmizlər dırdır bildirir. Do you town have a local festival? Yerli festival
olacaq harda? What do you think your parents are? Görürsünüz your parents cəmləri ona görə are oldu at the moment. Bu belə bitdi. İndi keçək workbook-a. Bugünkü dərs obislər nisbətən uzundur çünki təkrar üçün testlər də var idi. Vaxtımız ona getdi. İndi workbook-da baxaq. Deməli burada dialoqda bu sözləri yerine qoymaq üçün uyğun olsun. Bir də baxaq. Your passport please. Pasportunu ver please. Thanks, təşəkkürlər. Where are you traveling from? Hara səyahət edirsiz? O da deyir from Çindən. I live Hong Kong deyir. Mən yaşam Hong Kongda. Buna qoymaq in qoymalıyıq çünki şəhərlərdən əvvəldə in gəlir. Sonra deyir ki what's there of your visit? Deyir sən səyahətin purpose qoya bilərik. Məqsədini soruşur. Məqsədi nədir? O da deyir I am on holiday, tətil. Deyir I see mən görürəm. Ho varsa dedik ki burada logo uyğun gəlir. Müddətini soruşur qalmaq müddətini just dedikdə də sonra deyir where are you staying? Deyir harda qalacaqsan? Çünki burada yer ad deyir. Ona görə harda deməliyik? In Manchester biz yəni mən dostlarım ilə sound biz ilə deməkdir. Sonra is this varsa deməli sualsa is keçir bax is this your first visit to yox deyir bu sən birinci səyahətindir. Səfərin dedim no it is my third. I love this well enjoy your stay. Həzza bu qalışdan Mr. Lee. Bu belə indi baxırıq social English. Burada da mətn var. Burada sıralamanı düzgün qurmalıyıq. Birinci görə hansı söz gəlir, ikinci hansı gəlməlidir mətn quranda. Mətn quranda hər zaman birinci əlbəttə ki salamlaşırlar. Baxın birinci salamlaşmaq, sonra ad soruşulur, yaş, harda qaldığı, harda yaşadığı, sonra xoşladığı şeylər, hara gedəcəyi, ona uyğun qururuq. İndi gəlin baxaq, burada hansı ola bilər sizcə hansına? Bir zaten verilir. Baxın salamlaşmaq, hello Tom, how are you, salam necəsən? Bunun cavabına baxaq görək. I am fine, baxın yaxşı yazıb. İndi bir sual verməliyik yenidən ki, sual baxın burada var. How was the flight? Yenidən sual verir. İndi bunun cavabı nə olacaq? Adi long, 12 hours. Müddətini soruşur. Onda o nə deyə bilər bunu bəyənirsə bu fikrini? Wow, you must be really treated. Sən yorulacaqsan. O nə deyir? No, mən yaxşıyam. I always sleep on plane. Mən də təyyarədə yatmışam. İndi baxırıq başqa nə qoya bilərik? Yeşil nə olsun baxın. Deyirsən xoşlayırsan would like coffee or anything coffee və ya başqa şey. O da cavab vermədi. Hə, yox. So, əlbəttə my car outside is the car park. 9-a nə qoyuruq? No, thanks. I am fine. Shall we go? Onda nə olacaq? Let's go then. Gedək. Burada da var. Burada da mətn var. Gəlin mətnə də baxaq. San Francisco capital of cold. Deməli soyuq paytaxt. Sərin paytaxt. Cool sərin deməkdir. San Francisco is very cool place. Sərin şəhərdir. It's the home of hippies and flower and it's full of friendly relaxed people. Deyir. Orada deməli hippislər günü və flower power günü olur. Yəni günlərin gücü. Deyir oradakı insanlar friendly, mehriban və relax, sakit, rahatdılar. Şəhər çox cəlbedici şəhərdir. Attractive cities. Və facing the Pacific Ocean to the west qərb deməkdir. San Francisco qərb San Francisco by to the north şimalda and east west qərbdə ist şərq şərqdə isə very meşhur it's still is a fantastic views by and beautiful place. San Francisco ilə haradaydı? Hə. It's a perfect place for a holiday. Close the Napa home of the California Wild City and the few horse drive from the mountains of the Sierra Nevada. Deyir ki, deməli orada görə biləcəyiniz gəzmək üçün gözəl yerlər Napa Valley, baxın yenə Kaliforniyada dağlar, Sierra Nevada'nın dağları var. The best way to explore San Francisco is on foot. Ayaqla gedə bilərsən, Oxford, North Beach, şimal çimərlikdən biz relax Avropada sən haradaydı? Into basic Çintoğun, Çinə qədər go up expensive North Hill and then continues into search market and the musician discreet within midnight coach. Deyirsən gedə bilərsən oradan marketlərə, gecə klublarına. San Francisco is famous məşhurdur. Lifestyle həyatla and it's some of the most incredible nightlife gecə həyatla and wonderful food ərzaqları ilə şəhərdə. San Francisco is a popular place, məşhur yerdir. Turizm səyahəti. Time of year bu il. Some is a tourist season. Deyir yayda çox turist gəlir. So price are higher. Deyir ki burada evlər tapmaq olur amma bahadır. Park eləməkdə place is impossible. Mümkün deyil. Yəni maşın çox, insan çox olmaz. The best months for West are between September. Deyirsən sentyabrda hava gözəl olur. And Novemberə qədər but you are have a great time whenever you go. Deyirsən sentyabra qədər gəlsən, yəni gözəl hava görərsən orada. İndi baxırıq onun altında text oxuyaq. Deyirsən xoşladın San Francisco səyahətində suallara cavab ver. What can you see to the north, east and west of San Francisco? Burada birinci cümlədə görürsünüz var idi o qərbdən, şimaldan, şərqdən söhbət gedirdi. The Pacific Ocean. It's a good idea to drive around when you visit. Orada səyahət etməyi deyir, ayaqla yəni gedə bilərsiniz. Ona görə no isn't which are the best to ice for music and dancing. Deməli burada biz haralara kimi getməyi söhbət edirik. North Beach and Chintown. Sonra deyir ki three reasons why summer is the best time to visit. Nə üçün? Çünki deyir orada yay olmayanı, yəni qışda gələndə çox soyuq olur da, cold, very cold. Which month has the best weather? Hansı ay gözəl olur? Orada september demişdi. Yəni mətn tərcümə etdikdən sonra cavabları rahatlıqla verə bilərsiniz və ya mətn tərcümə etməyə sonrasında cavablara baxıb orada uyğun söz tapıb ona uyğun qeyd edə bilərsiniz. Bu belə. Bugünkü dərsimiz bu qədər. Bitdi. Çünki o biri dərsdə artıq. Hələlik, goodbye.